Aysun İsmailova, Rəqsanə İsmailovanın qızı maraqlı açıqlama edib. Toya neçəyə gedirəm, yəni ölkədən kənara. Ən çox da təbii ki, bizimkilər Rusiyaya gedir. Hara gedirlər ki, onları heç Türkiyədə sayan yoxdur. Səmimi etiraf edək də, bizimkilər ancaq Rusiyaya gedə bilir. Orada Azərbaycanlıları var, dəvət edildi. Amma Türkiyədən müğənnilər gəlir bura toya, neçəyə, xüsusi təyyarə, şəxsi təyyarə, nə bilim, gedəndə çəmədanlarla, çantalarla bir pul aparırlar. Amma bizimkilər uzağı belə Rusiyaya gedirlər. Və bizimkilər barmaqlarını qatlasın bir müğənni ki, Türkiyədə toyda olmuşam, Türk dövlətində 10.000 dollar pul veriblər mənə. Və bir dənəsi desin, gedib 1000 manat oxuyub gəlirlər. Və yalandan sinələrinə döyməsin heç kim. İndi burada Aysun deyir də, deyir. Aysun halallıq ver, xəbəri oxuyuram. Deyirsən, ən baha toya gedən mənəm. Məsəl üçün, niyə ən baha gedənsənsə? Mənim üçün maraqlıdır. O toyda nə edirsən ki, deyirsən ki, mən 6.000 dollar pul alıram da. Məsəl üçün, sən gedib o toyda hansı şou göstərirsən ki, mən inanıram o 6.000-i verirlər. Təkcə elə bir də oxuyursan, elə. Başqa, bax, məsələn, Rusiyadan gələn burada olanlar, məsələn, Türkiyədən gələnlər şoular göstərir də. Bax, hadisə nələr etdi. Hadisə nələr etdi toyda. İndi mənim üçün maraqlıdır ki, bunları edirsən. O deyib ki, Nəfəs, Vəfa, Türkan, Ülviyə, hamısı onlar da 6.000-ə gedir. Amma mən gedəndə biznes toy səsi gəlir də, qonşuda toydur yəqin ki, xəbərim yoxdur. Bilet, otel, biznes klassda gedirəm. Bunun qarşılığında 2 dəfə yarım saatlıq çıxış edirəm. Saat 6-dan 12-yə kimi toyda oturmuram. Amma sonunda bütün toyu aparanlardan aldığım pul da yüksək olur. Ancaq anamın idarə etdiyi toylarda onlarla bərabər toya sona qədər toyda otururam, oxuyuram. Sarə Səfura Bahadurdan bu qədər. Mən bizim müğənnilərə deyirəm ki, belə sinənizə belə döyündün ki, Türkiyəyə getmişdim, 6.000 dollar alıb döndüm yeri.